Heç olubmu ki, PDF sənədində kiçik bir səhv tapmısınız və onu dəyişmək üçün Word-ə keçirtmisiniz. Dəyişiklikdən sonra yenidən PDF-ə çevirmisiniz. Sizə elə bir sayt deyəcəm ki, həmin sayta PDF-i əlavə edirsiniz və orada istədiyiniz dəyişiklikləri edəndən sonra yaddaşa vurub saxlaya bilərsiniz. Söhbət secda.com saytından gedir. Bu saytın digərlərindən fərqi ondadır ki, həm pulsuzdur, həm də dəyişiklikləri çox asanlıqla etmək olar. İnternetdə bir çox PDF editorlar var, lakin onların çoxsu ya pul istəyir, ya da ki, üstünə yalnız mətn, hər hansı bir yazı əlavə edə bilirsən. Sənədin öz mətnini, öz yazısını dəyişmək mümkün deyil. Secda.com saytı isə onlardan fərqlənir. İndi isə gəlin sizi bu saytla tanış edim. Deməli, açırıq secda.com saytını. Və burada gördüyünüz kimi ana səhifədə artıq PDF-imizi yükləyə bilərik. Burada edit PDF document yazılıb, qarşısında da it's free gördüyünüz kimi bu işarəyə vururuq. Və burada aşağıda yazı yazılıb. Saytın pulsuz istifadəsi üçün qeydlər yazılıb. Birincisi yazılıb ki, əlavə etdiyiniz, edəcəyiniz fayllar gizli saxlanılacaq və yəni digər üçüncü tərəf şəxslərə ötürülməyəcək. Daha sonra qeyd olunur ki, yüklədikdən 2 saat sonra avtomatik silinəcək. Burada pulsuz istifadə ilə bağlı isə qeyd olunur ki, maksimum 200 səhifəyə qədər PDF sənədi yükləyə bilərsiniz və yaxud da ümumi həcmi 50 MB-a qədər. Və 1 saat ərzində 3 əməliyyat edə bilərsiniz. Yəni 1 saatın içərisində əgər 3 əməliyyat edib daha sonra 4-cü əməliyyata keçsəz, artıq 1 saatın tamamlanmasını gözləməlisiniz. Yəni pulsuz istifadə üçün bu qədər limit verir. Mənə elə gəlir ki, bu hər kəs üçün bəs edər. İndi isə keçək PDF-in editlənməsinə. Deməli, burada göründüyü kimi upload PDF fayl yazılıb. Bura klik edirik və bir fayl seçirik. Mən öncədən bir invoice internetdən tapmışam və onu yükləmişəm. Bunu açaq. Belə bir PDF-imiz var və burada misal deyirəm, tutaq ki, bu yazını silmək istəyirəm. Üstünə 2 dəfə klik edirsən. Daha doğrusu burada add text var. Onu vurandan sonra burada 2 dəfə klik edirsən, ümumi göyərir. Amma bizə lazım olan hissəyə klik edib oranı məsələn silə bilərsən. Sildikdən sonra başqa əgər sizə tutaq ki, bunu böyük hərflə yazmaq lazımdırsa, bu formada qeyd edə bilərsiniz. Daha sonra rəqəmlərlə bağlı hər hansı bir dəyişiklik etmək lazımdırsa, burada da yenə də məsələn 10 yazaq, bura tutaq ki 15 yazaq, bura yazaq məsələn 14.3 və s. Bu formada etdiyimiz dəyişikliklər və sonda apply change vururuq və daha sonra download vururuq ki, bizim sənədimiz yüklənsin. Avtomatik olaraq burada gördüyünüz kimi sənəd yükləndi və etdiyimiz dəyişikliklər burada qeyd olunub. Telefon sözü böyük hərflərlə qeyd olunub. Burada name, company name yazılmışdı, o name'i silmişəm. Burada da görsənir və buradakı rəqəmlər də deməli dəyişilib gördüyünüz kimi. 10, 15, 14.3. Yəni bu formada PDF sənədlərinizi pulsuz dəyişə bilərsiniz. Bu saytda PDF sənədlərini dəyişməklə bağlı təkcə bu alət mövcud deyil. Həmçinin burada bir çox alətlər var. Onların üzərindən də bəzilərinin üzərindən qısa-qısa keçək. Qaydaq baş səhifəyə. Burada əgər bunu vursaq, görərsiniz ki, aşağıda 30-dan çox alət var PDF-i editləməklə bağlı. Onlar özünüzlə daxil olub istifadə edə bilərsiniz. Məsələn, burada var compress. Əgər sizin PDF faylınız böyük həcmdədirsə və siz onu maillə göndərmək istəyirsinizsə, bu faylı əlavə edirsiniz bura və kifayət qədər sıxışdıra bilir, kompress edə bilir. Bu bayaq istifadə etdiyimiz alətdir. Əgər sizin PDF faylınız bir neçə səhifədən ibarətdirsə və orada hər hansı bir səhifəni siz
silmək istəyirsinizsə, delete page alətindən istifadə edə bilərsiniz. Rahatlıqla istədiyiniz səhifəni silib yaddaşa vura bilərsiniz. Burada split funksiyası var, toolu var. Bu toolu necə istifadə etmək olar? Bura istədiyiniz bir neçə səhifəlik PDF faylını daxil etməklə həmin faylları, məsələn, 10 səhifədirsə 5 səhifə, 5 səhifə 2 sənədə ayıra bilərsiniz və yaxud da bir səhifəni ayırıb 9-un 1, 1-in 1 istədiyiniz sayda, yəni ki, ayıra bilərsiniz. PDF-dən Word-ə çevirə bilərsiniz gördüyünüz kimi. Daha sonra burada nələr etmək olar? Burada çoxdur əslində, yəni girib özünüz bunlardan istifadə edə bilərsiniz. Burada bir də belə bir funksiya var. Məsələn, adətən bilirsiniz ki, müəyyən sənədlər var ki, skanerdən keçirdirik və kompüterin yaddaşına PDF olaraq vururuq. Biz o sənədləri normalda editləyə bilmirik. Çünki o şəkil formatında olur birincisi. Daha sonra o PDF-ə çeviririk və orada yazıları falan seçmək olmur. Amma həmin PDF sənədlərini bax bu tool'a, OCR tooluna əlavə etsəniz, həmin oradakı o şəkilə bənzər olan mətnləri də seçib editləyə bilərsiniz. Açardadsa, PDF sənədi əgər açardadsa, açardan çıxarda bilərsiniz, kiliddən daha doğrusu çıxarda bilərsiniz. Watermark əlavə edə bilərsən, hər hansı bir yazı fon hissədə. Daha sonra crop edə bilərsən, yəni PDF sənədinin hər hansı bir lazımsız olan hissələrini kəsib götürə bilərsən. Məsələn, kənarlarını, əgər çox ağ hissə varsa, onları kəsib götürə bilərsən. Yəni bu cür buradakı toollardan istifadə etmək olar. Burada pullu versiyada var. Pullu versiyaya keçid etmək üçün pricing hissəsinə daxil olursunuz və burada görürsünüz ki, $5, $7.50 sent və $63 tariflər var. Əgər siz yalnız tək istifadə edəcəksinizsə, burada elə bu qiymətlərlə istifadə edə bilərsiniz. Bunların təbii ki, daxil olub hansının nə limiti var, onu görə bilərsiniz. Amma ola bilər ki, ofisdə yəni bir neçə nəfər istifadə edəcək. Onda Teams hissəsinə daxil olursunuz və burada göstərir ki, neçə nəfərə qədər əgər yəni neçə nəfərlik paket alsanız, nə qədər endirim olunacaq. Məsələn, 2-4 nəfərə qədər 10% endirim, 5-24 nəfərə qədər 20%, 25-49, 40%, 50 plus isə 60%-ə qədər endirim tətbiq edirlər. Məsələn, default olaraq burada 10 ədəd yazılıb. Biz Show Team Pricing vursaq, görərik ki, burada həqiqətən də deməli 20% endirim edə bilər. İndi burada da göründüyü kimi 5-dən yuxarı 24-ə qədər 20% endirim. İndi məsələn, əgər 26 nəfərsinizsə 25-dən 49-a qədər 40%. Gəlin bunu yazaq 26 məsələn. Show Team Pricing. Burada gördüyünüz kimi 40% endirim tətbiq edirlər. Və bu həftəlik deməli qiymətdir. Bu aylıq qiymətdir. Bu isə illik qiymətdir. Bunlardan istifadə edə bilərsiniz. Onu da deyim ki, sizə bunun web versiyası olduğu kimi həm də desktop versiyası da var. Əgər istəsəniz onu kompüterinizə endirib quraşdıra bilərsiniz. Pulsuzdur və hər bir əməliyyat sistemi üçün mövcuddur. Mac üçün də, Windows üçün də, Linux üçün də. Kimə hansı uyğundursa onu endirib və rahatlıqla istifadə edə bilər. Düşünürəm ki, bu sayt hər birimiz üçün gərəkli olacaq və işlərimizi xeyli asanlaşdıracaq və sürətləndirəcək. Əgər bu tip videoların davamını görmək istəyirsinizsə, abunə olun və like atın. Sağ olun.